Salam, hər vaxtınız xeyir olsun. Bugün mövzu sınaq 2, Azərbaycan dili 10-cu sinif suallarının izahına baxırıq. Sərdabə sözünün leksik xüsusiyyətləri ilə bağlı hansı fikir səhvdir? Qədim süni təpə mənasındadır. Əksinə sərdabə qədim qəbirlər mənasında işlənir. Ona görə bu bizim elə ilk yanlış cavabımız budur. Təkmənalı sözdür, bəli, onun heç bir çox mənalılığı yoxdur. Eyni zamanda omonimliyi də yoxdur. Məqbərə sözü ilə sinonimdir, düzdür. Antonimi yoxdur, düzdür. Üzürlü sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri bizdən istəyir. Üzürlü sözünün tələffüzü olacaq. Üzürü şəklində. Üzürü şəklində olacaq. Və biz buna baxsaq əgər görərik ki, kiçildək yazımızı. Üzürlü bu şəkildə olacaq bizim tələffüzümüz. Və biz buna əsasən baxsaq, buna doğru fikri müəyyən edə bilərik. A variantını deyir ki, yazılışı və deyilişi fərqlənmir. Bu yanlış variantdır, çünki burada baxın, L samiti R samitinə keçib, 3 sonor samit yanaşı işlənmişdir. Burada 3 sonor yox, 2 sonor samit yanaşı işlənib. 2 dənə R samiti yanlışdır. 2 hecadan ibarətdir. Bəli, biz hecanı yazılışa əsasən baxırıq. Ona görə düzgün cavab C variantıdır. Sözdə 2 qapalı sait işlənmişdir. Qapalı 3 dənədir. Çünki biz bura bir dənə də ü əlavə eləyirik. Deməli, 3 qapalı saitimiz olacaq. Cingiltili samitlərlə kar samitlərin sayı eynidir. Bütün samitlər burada cingiltilidir. Kar samit yoxdur. Ona görə bu fikir yanlışdır. 33-cü sualın izahına baxırıq. Hansı cümlədə isimlərin hamısı eyni haldadır? İsimləri tapaq, əvvəlcə sonra hansı halda olduqlarına baxaq. Şagirdlərin çalışqanlığı hamını sevindirdi. Şagirdlərin sözündəki bu cümlədə ümumiyyətlə çalışqanlıq və şagirdlərin sözü işlənib isim olaraq. Şagirdlərin yəli haldadır. Çalışqanlığı isə mənsubiyyət, yəni adlıq halda sayılır. Qoca təmiz hava almaq üçün həyətə çıxdı. Burada hava və həyət sözləridir. Hava adlıq haldadır. Hava almaq əsnə frazeoloji birləşmədir. Həyət isə yönlük haldadır. Vasif bugün səhər kəndə getdi. Vasif adlıq haldadır. Kəndə yönlük haldadır. Ona görə bu da uyğun gəlmir. Dəniz kimi mavi gözləri onu xüsusilə gözəlləşdirirdi. Dəniz burada isimdir, adlıq haldadır. Gözləri, yəni onun gözləri mənsubə şəkilçi sözdür. Mənsubə şəkilçi sözlərdə adlıq hal sayıldığı üçün burada hər iki söz eyni halda sayılır. 2 gün idi ki, Həsən idarəyə gəlmirdi. Həsən adlıq halda, idarəyə isə yönlük haldadır. Düzgün cavabımız D variantı. 34-cü suala baxırıq. Verilmiş ardıcılığa hansı uyğun gəlməz sifətin dərəcələrinə aid tapşırıqdır? Alaçıyı azaltma, açıq qırmızı azaltma, sarışın azaltma dərəcəsidir. Qoca təhər azaltma dərəcəsidir. Kəm şirin, ağımtıl, alayarımçıq azaltmadır. Xırdaca çoxaltmadır. Çünki sualın izahına baxırıq. Verilmiş şeir parçasına isimlərlə bağlı yanlış fikir. Sözün sehirinə bax, qüdrətinə bax. Burada isim, söz, sehir, qüdrət sözləridir. Bir heykələ döndüm öz yerimdə mən. Heykəl və yer sözləri isimdir. Beləcə bir misra deyəydim ancaq misra isimdir. 100 il yazacağım əsərimdə mən. Bir də burada il və əsər sözləri isim olaraq işlənibdir. A variantına deyir ki, yalnız bir adlıq halda olan isim var. Bəli, il sözü adlıq haldadır. Misra sözü adlıq halda deyil. Çünki misranı deyəydim qeyri-müəyyən təsirli halda işlənmiş sözdür. İşlənmiş isimlər quruluşda sadədir. Baxaq, söz, sehir, qüdrət, heykəl, yer, misra, il, əsər, bəli, bunlar hamısı sadə isimlərdir. 4 mənsubə şəkilçili isim var. Sözün sehri, i mənsubiyyət, qüdrəti, mənsubiyyət 2 dənə var burada. Yerimdə, öz yerimdə, yerim, im, mənsubiyyət. Bir də əsərimin sözü, bəli, 4 dənə burada mənsubiyyət var. Şeirdə sadəcə bir təsirli halda işlənmiş isim var. Bəli, bayaq dediyimiz o misra sözü təsirli haldadır. İsmin bütün halları işlənmişdir. Çıxışlı halda olan söz yoxdur burada. 36-cı suala baxırıq. Deyir ki, həm əlamət, həm də keyfiyyət bildirən sifətin işləndiyi cümləni müəyyən edin. Yeni aldığı paltarı ilə çox gözəl görünürdü.
Burada gözəl görünürdü, əlamətdir. Ümumiyyətlə gözəl görünürdü, sifət deyil heç. Çünki görünürdü feilin yanında işlənib zərfdir bu. İdarənin rəhbəri mehriban və qayğıkeşidir. Bu keyfiyyətdir. Çünki biz insanın mehriban və qayğıkeş olduğunu üzünə baxanda bilmirik. Bu onun daxili xüsusiyyətidir. Gözəl qız səmimi danışığı ilə özünü hamıya sevdirir. Bəli, qızın gözəl olması onun əlamətdir. Çünki kənardan görünür, xaricdən görünən bir şeydir. Səmimi danışığı isə bu görünmür. Yəni biz bunu bilmirik, keyfiyyət sayılır. Düzgün cavabımız olacaq C variantı. Muğan düzü əkinçilik üçün yararlıdır cümləsinin altına xətt çəkilmiş sözlərin hansı halda olduğunu ardıcılıqla qeyd edin. Muğan düzü, yəni muğanın düzü qeyri-müəyyən təsirli hal. Deməli orada muğan sözü qeyri-müəyyən təsirli haldadır. Təsirli hal olmayan variantları çıxaq. A variantında yoxdur. E variantında yoxdur. B və D. Düzgün cavabımız C qalır. Muğan sözü muğanın qeyri-müəyyən yiyəli haldadır. Bir dəqiqə. Düzəldək bunları. Muğanın düzü qeyri-müəyyən yiyəli halda. Biz burada götürməliyik. Yiyəliklə başlayanları bunları çıxaq. Düzü, ü, mənsub şəkilçi sözlər. Mənsub şəkilçi sözlər biz bilirik ki, adlıq halda olan sözlərdir. Yəni üzərində mənsub şəkilçisi olan bütün sözlər adlıq halda sayılır. Ona görə götürürük adlıq. Əkinçilik də üzərində hər hansı bir qeyri-adi hal şəkilçisi olmadığına görə nə qeyri-müəyyən yiyəlikdir, nə də qeyri-müəyyən təsirlikdir. Cavab olacaq D variantı. 38-ci sualda deyir ki, hansı cümlədəki söz şəkilçisini ön şəkilçi ilə əvəz etmək mümkün deyil. Hər adımda xudpəsəndliyə qapılmaq, narazılıq eləmək faydasız bir işdir. Faydasız sözünü biz nə ilə əvəz eləyə bilərik? Bifayda deyə bilərik. Mürtəcilər bu vaxta qədər heç bir kağıza sığmayan ədəbsiz sözlərə qədər yazırdılar. Biədəb deyə bilərik. Bunun da yerinə burada bifayda, biədəb. Xəstənin yuxuladığı ya halsız düşdüyü məlum deyildi. Bihal deyə bilərik. Rüxsarə xanım ixtiyarsız üzünü açdı, bi-ixtiyar deyə bilərik. Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. Bi-qayğı deyə bilmirik, elə bir sözümüz yoxdur. İzahına baxırıq. Önündəki maşın sürücüsü təhlükəli sürücü cümləsinin altına xətt çəkilmiş sözlə bağlı hansı fikir doğrudur? Yerli haldadır, yanlış fikirdir. Çünki orada dəki şəkilçisi, bütövlükdə leksik şəkilçisi aid olduğu ismin yerində işlənmişdir. Aid olduğu ismin yerində işlənsəydik, burada isim işlənməzdi. Yəni sifət isimləşmiş olardı. İsimləşmədiyi üçün sifət öz yerindədir, isim öz yerində. Tərkibindəki mənsubə şəkilçisini iki müxtəlif şəxs aid etmək olar. Bəli, sənin önündəki və ya onun önündəki deyə bilərəm. Həm ikinci şəxsin təki, həm də üçüncü şəxsin təki kimi düşünə bilərəm. Necə, nə cür, hansı suallarına birinə cavab verir? Üzərində daki və ki şəkilçisi olan sözlər nə necə, nə də nə cür suallarına cavab verə bilmir. Onlar yalnız hansı sualına cavab verir? Zərfdir, yanlış fikirdir. Çünki ön sözü zərf olsa da üzərinə daki şəkilçisi artırılan sözlər sifət olur. Yəni zərfdən yaranmış sifətdir. Düzgün cavab C variantı. 40-cı suala baxırıq. Bəzən digər nitq hissələri də xüsusi isimlərə çevrilə bilir. Verilmiş fikri dəstəklənməyən sözümüz hansıdır? Sevil sözü insan adı kimi də işlənə bilir. Feil kimi də qorxmaz, qəhrəman, mehriban həmçinin. Amma sevimli adı bizim ad kateqoriyamızda, etimologiyamızda yoxdur deyə biz bunu insan adı kimi işlətmirik deyə hər hansı bir başqa nitq hissəsi, yəni sifət və ya insan adı kimi işlənə bilmir. 40-da düzgün cavab D variantı. Suallarının izahına baxaq. Mütəmadi olaraq sürücünün işinə göz qoyan Mustafa ləzzət alırdı. Möhkəm əsəbləri var. Yox, görünür işinin ustasıdır. Yəqin elə bunun üçün onu bu çətin yola göndərirlər. Sevdim işini qardaş, yaman vuruldum. Sənin kimi mən də öz işimin ustası ola bilsəydim, sənin kimi, nə artıq, nə eksik. Ustam, o irəli deyirdi. Çox fəhimli görürəm səni balam. Belə getsə ustad neftçi olacaqsan. Nə deyirəm usta, ağzın fal olsun. Ancaq ay usta olmaq asandır bəyəm. Bunun üçün nə qədər öyrənmək, görüb götürmək lazımdır. Bəs öyrən də, əl qolunu tutan ki yoxdur. Mustafa nə qədər vaxt keçirdiyini bilmədi. Bir də gördü ki, sürücü sürəti lap azaltmışdır. Avtobus sıldırımın böyründən salınmış yolda idi. Mustafa aşağıya baxdı. Adamın gözləri qaralırdı. Bir balaca ehtiyatsızlıq böyük fəlakətə səbəb ola bilərdi. Aynada sürücünün üzündəki gərginlik aydın görünürdü.
Sürücünün hamı yadındadır. Hamı onun gözləri qabağındadır. Hamı. İşindən narazı olanlar da, olmayanlar da, tərəfdarları da, əleyhidarlar da, hamı. O bu saat ancaq bu adamları sağ-salamat mənzillərinə aparmaq barəsində düşünürdü. Aparır, aparacaq. Hər kəsi öz yerinə çatdırmayınca sükan arxasında bax beləcə gərginliklə oturacaq. Daim irəli baxacaq, sükandan əl çəkməyəcəkdir. Zarafat deyil, axı o insanları aparıb gətirir. İnsanları, insanların həyatı ilə oynamaq olmaz. Yox, sürücülük çətin sənətdir, cavabdehliyi böyükdür. Bir balaca olmadı belə, oldu elə. Gəl də işin içindən çıx görüm necə çıxırsan. Adam belənciyənə rast gələndə sürücülərə hörməti çoxalır. Yox, öyrənəcəyəm sürücülüyü, qoy bir artıq sənətim də olsun. Nə zərəri? Baxırsan ki, bir sənət adama azlıq eləyir. Sürücü sürəti artırırdı. Mustafa pəncərədən boylandı. Qorxulu sıldırım arxada qalmışdı. 41-ci suala baxaq. Mətnin əsasən Mustafa haqqında demək olar. A variantında deyir ki, özünə qarşı tələbkardır. Bəli, çünki deyir ki, insan bir neçə sənəti birdən öyrənməlidir. Bir sənətlə kifayətlənməli deyil. B-də deyir, sürücünün gərgin olmaması üçün əlindən gələn nedir? Belə bir fikir yoxdur. Sənətini dəyişib sürücü olmaq istəyir. Xeyr, sadəcə deyir ki, ikinci sənət kimi niyə də olmasın? Sıldırımlı yollardan keçərkən sürücüyə məsləhət verir. O öz beynindən, xəyalından keçirirdi bunu. Sürücünün üzü aynadan aydın görünürdü. Belə bir məlumatımız da yoxdur. 41-də düzgün cavab A variantı. Fikirlərdən biri mətndə yoxdur. Baxaq. A variantında deyir ki, sürücü avtobusda daşıdığı insanların həyatına cavabdehdir. Bəli, bu haqda məlumat var. Çünki deyir ki, bu qədər insanı məsuliyyəti mənim üzərimdədir. Avtobusdakı mübahisə sürücünün gərginliyinə səbəb olur. Avtobusda mübahisə baş vermir. Sıldırımlı yoldan keçərkən sürücü sürəti azaldır. Bəli, bu haqda da bizə məlumat verilir. Ustası Mustafanın diqqətli bacarıqlı olduğunu düşünür. Düzdür. Avtobus uzaq yol gedir. Bəli, sıldırımlı qayalardan keçib uzaq yollara gedirdi. Böyük ehtimal ki, dağlıq bir əraziyə onlar çıxmalı olurdular. 43-cü sualda mətnə əsasən uyğunluğu müəyyən edirik. Sürücü malik olmalıdır, sürücü edə bilər. Yəni, sürücü hansı xüsusiyyətlərə malik olmalıdır və sürücü nələri edə bilər? Baxaq əvvəlcə, çətin situasiyalarda qarşılaşaraq təcrübə qazanmaq, iradəyə, hisslərini cilovlamaq, xarici dilləri öyrənmək, diqqətə, öz məharəti ilə başqalarına örnək olmaq, diqqəti vaxtında cəmləşdirmək. Burada biz sürücü malik olmalıdır iradəyə, B. Daha sonra hisslərini cilovlamağa, nə qədər əsəb olsa da, çünki insanlar daşıyır, diqqətli olmalıdır və diqqəti vaxtında cəmləşdirməlidir. Deməli, bizim birinci variantımıza gedir B, C, Y, G. Sürücü edə bilər, çətin situasiyalarda qarşılaşaraq təcrübə aparmaq və öz məharəti ilə başqalarına örnək olmaq, necə ki, Mustafaya örnək olmuşdu. Cavabımız A variantı. 44-cü suala baxaq. Mətnə əsasən sürücü haqqında bizdən doğru fikirləri istəyir. İşinin peşəkarıdır, düzdür. Biri götürürük, biri olmayan variantları çıxırıq. Daha sonra məsuliyyətlidir, düzdür. O məsuliyyətini dərk edirdi ki, bu qədər insan aparır və çox təcrübəli idi. Nə qədər əsəbi olmasına baxmayaraq, yenə də öz yoluna davam edir. Cavabımız olacaq B variantı. Mətndə təsvir olunur, mətndə təbliğ olunur. Təbliğ olunur dedikdə biz yaxşı xüsusiyyətləri adətən nəzərdə tuturuq. Baxaq, mətndə təsvir olunur, ərazinin relyefi, bəldir sıldırım qayalardan keçirdilər. Ona görə biri olmayan variantları çıxırıq. Sonra canlı varlığın gözəlliyi, belə bir şey yox idi. Orada təbiət mənzərəsindən danışılmırdı, gözəllikdən danışılmırdı. İnsanın keçirdiyi duyğular, bəli, həm orada sürücünün duyğuları, həm də eyni zamanda Mustafanın duyğularına daha çox önəm verilmişdi. Mətndə təbliğ olunur, bayaq dediyimiz kimi sürücünün məsuliyyətli olması, öz işinin məsuliyyətini dərk edə bilməsi. Burada mərhəmətdən söhbət getmir, sədaqətdən də söhbət getmir. 45-də düzgün cavabımız olacaq C variantı. 46-cı suala baxırıq. Deyir, mətnə əsasən sxemi tamamlayın. Yalnız sürücülük diqqət tələb edir. Təksib edir, yəni inkar edir, təsdiq edir. Bu fikrin təsdiq olduğunu, düz olduğunu bizə göstərir. Yalnız sürücülük deyil, bütünlükdə bütün peşələr demək olar ki, məsuliyyət və diqqət tələb etdiyinə görə biz burada yazırıq təksib edir. Çünkiyə də yazırıq. Çünki olan hissəsinə də yazırıq. Burada əslində bu cavabları götürə bilərik ki, diqqət yalnız belə yazaq.
Bunu belə yazaq. Burada baxaq. Baxın. Baxın, belə getsə ustad neftçi olacaqsan. Ay usta olmaq asandır bəyəm. Bunun üçün nə qədər öyrənmək, görüb götürmək lazımdır. Bəs öyrəndə əl qolunu tutan yoxdur ki. Yəni istəyirsən ustad neftçi ol, istəyirsən sürücü ol, heç bir fərqi yoxdur. Bütün peşələr diqqət tələb edir. Burada yazırıq. Bütün peşələr diqqət tələb edir. Bütün peşələr diqqət tələb edir. 47-ci suala baxaq. Mustafa obrazı ilə bağlı cədvəli doldurun. Obrazın xarakterik xüsusiyyətlərinə biz yaza bilərik. Məsuliyyətli olması. Yazaq bura. Buna gəlin silək. Yazaq məsuliyyətli. Məsuliyyətli olması, daha sonra diqqətli olması. Diqqətli olmasını yaza bilərik. Və bunu necə əsaslandırırıq biz? Adamları mənzil başına sağ-salamat çatdırmaq barəsində düşünür. Bunu bu cür əsaslandıra bilərik. Adamları mənzil başına çatdırmaq barəsində düşünür. Daha sonra bir də burada onun digər bir xüsusiyyətinə də yaza bilərik ki, burada mətndə verilib, baxaq o hissəyə. Baxın, burada yazılıb ki, hər kəsi öz yerinə çatdırmayınca sükan arxasına bax belə gərginliklə oturacaq. Daim irəli baxacaq, sükandan əl çəkməyəcək. Bunu yazırıq bu hissəyə. Buradan bura keçid eləyə bilmirik. Bunu yazırıq bu hissəyə. Digər bir cavabımız isə burada. Baxaq. Hamı onun gözləri qabağındadır. Baxın. Sürücünün hamı yadındadır. Hamı onun gözləri qabağındadır. İşindən razı olanlar da, olmayanlar da, tərəfdarlar da, əleyhdarlar da. Onda həmin hissəyə yaza bilərik. 48-ci tapşırığımızda nə deyir? Mətnə əsasən cədvəli tamamlayan, sürücülük çətin sənətdir. Burada bizə bir əsaslandırma verib ki, cavabdehliyi böyükdür. Digər bir cavabımız isə baxın, burada yazılıb. Sonuncu abzasda qeyd olunub ki, baxın, bir balaca olmadı belə, oldu elə, gəl işin içindən çıx, görüm necə çıxırsan. Burada da həmin sualın cavabını, 48-ci sualın cavabını yaza bilərik. Çünki həmin hissədə bizə deyir ki, yəni biraz nəsə bir məsuliyyətsizlik elədin, diqqətin yayındı, yəni qəza baş verə bilər, sən oradakı insanların həyatına cavabdehsən. 49-cu sualda yenə sürücüdə müşahidə etdiyiniz müsbət keyfiyyətlər və Mustafada müşahidə etdiyiniz müsbət keyfiyyətlər. Sürücüyə yaza bilərik, məsuliyyətlidir, diqqətlidir, işinin ustasıdır. Mustafaya isə yazırıq ki, qiymət verməyə bacarır və bir sənətlə kifayətlənməməyin tərəfdarıdır. 50-ci sualda altına xətt çəkilmiş cümlənin mətnin səciyyəvi xüsusiyyətlərinə uyğun yenidən yazın. Altına xətt çəkilmiş cümləyə baxaq. Qorxulu sıldırım arxada qalmışdı. Qorxulu sıldırım arxada qalmışdı. Biz buna davamına yaza bilərik ki, məsələn, sanki yaza bilərik, sanki ölüm kölgəsi sanki buradan yazılır ki
Sanki, buradan yazaq. Sanki, yazılmır belə. Yaxşı, buradan yazaq. Yaxınlaşdıraq. Sanki ölüm kölgəsi geri çəkilmişdi. Biz mətnin sonluğunu bu cür tamamlaya bilərik. Burada bizim A variantımız doğru olduğuna görə çıxırıq. B də doğruydu, çıxırıq. C-yə baxaq. Üçbucaq işarəsi qoyulan söz demo. Proqramın və ya onun məhdud funksiyaları olan sınaq versiyasıdır. Bu da doğru cavabımızdır. Digər variantımıza baxaq. Dairə işarəsi qoyulan söz hardadır? Sərmayə. Satış üçün istehsal olunan mal deyil. Sərmayə hər hansı bir işə qoymaq üçün bir vəsaitdir. Məsələn, bir iş qurmaq istəyirik. Sərmayəmiz yoxdur, yəni büdcəmiz yoxdur ki, biz o işi başladaq. Ona görə bu yanlış cavabdır. Bizdə olacaq düzgün cavab D variantı. 51-ci sual D variantı. 52-ci sualın izahına baxaq. Mətnin giriş və əsas hissələrin abzasları məqsədli şəkildə bir abzas kimi verilmişdir. Əsas hissənin abzasının ilk ifadəsini müəyyən edin. Baxaq. İkinci abzasda hansı hissələr bir yerdə verilib. Burada birinci hissədə, baxın buradan bura qədər bir abzasdır. Bu hissə isə Google-un qurucuları. Burada isə artıq danışılır Google-un qurucularına. İlk hissədə Google-un yaranma tarihi google.com haqqında danışılır. İkincidə isə artıq Google-un qurucuları Sergey Brin və Larry Page'in bu işə necə başlamasından danışdığı üçün düzgün cavabımız olacaq B variantı. 53-cü suala baxaq. Mətndə məlumat var, mətndə bu haqda məlumat yoxdur. Aha. Baxaq. Google şirkətinin baş qərargahı Kaliforniyada yerləşirdi. Düzdür, mətndə bu haqda məlumatımız var. Bir olmayan variantları çıxaq. Filo yeni texnologiyanı təqdir etdiyi üçün məmnuniyyətlə maliyyələşdirməyə razıdır. Təqdir edir, amma maliyyələşdirmir. Ona görə deyir ki, yəni təqdir edirəm, amma bunu maliyyələşdirə bilməyəcəm. Ona görə bu yanlışdır. 2 olan variantı çıxırıq. Azərbaycanda da Google şirkətinin yeni ofisinin təntənəli açışı bu barədə mətndə heç bir məlumatımız yoxdur. Ona görə bunu da götürürük. Google şirkəti 1998-ci ildə rəsmi şəkildə fəaliyyətə başlasa da daha böyük ofisdə yerləşməsi 99-cu ildə baş vermişdir. Bu haqda məlumat mətnində var idi. Google şirkətinin rəsmi qeydiyyatı olmadığı üçün bu qəbzi Filonun köməyi ilə almağa bu haqda məlumatımız yoxdur. Biz bilmirik onlar necə gedib o qəbzi ala bildilər. Cavabımız olacaq 1-3-5-C variantı. Baxırıq. Cədvəldə Larry və Sergey ilə bağlı doğru fikirləri müəyyən edin. Mətndə səbəbi məlumdur. Google şirkətinin qəbzi alması baş tutmur. Ona görə ki, onlar şirkət olaraq özlərini tam tanıtmamışdılar deyə onlara qəbz verilmir. Bir olmayan variantları çıxırıq. Google şirkəti Silikon vadisində yerləşir. Bunun səbəbi bizə məlum deyil. Ona görə 2 olan variantları çıxırıq. İcad etdikləri texnologiyanı Google adlandırmaqlarının səbəbi bizə məlum deyildi. Ona görə bunu da çıxırıq. Bugün vətəndaşlarımız Google-un imkanlarından yetərincə istifadə edirlər. Bunun səbəbini ehtimal etmək mümkün deyil. Nəyə görə yetəri qədər istifadə edirlər, bu bilinmir. Google-un ilk ofisi adi bir qarajda yerləşirdi. Bunun səbəbi isə ona görə ki, onlar həmin vaxtı gedib bir ofis tutacaq gücləri, imkanları yox idi. Ona görə 5, bunu yəni buna əsasən ehtimal edə bilirik. Düzgün cavabımız 1-5-Y variantı. 55-ci suala baxırıq. Andy Bechtolsheim Sergey ilə Larry'nin yaratdığı axtarış sistemi ilə tanış olanda necə reaksiya verir? Axtarış sisteminin üstünlüyünü görüb dərhal maliyyə vəsaiti ayırır. Bəli, onun ayırdığı maliyyə vəsaiti sayəsində onlar şirkəti qura bilirlər. Baxmayaraq ki, onların qeydiyyatı yox idi.
Amma o yenə də maliyyə vəsait ayırır. Daha sonra qeydiyyatdan keçdikdən sonra onlar bu pulu ala bilirlər. 55-ci sualda olacaq cavab A variantı. Mətnin məzmununa ziddiyyət təşkil edən fikri göstərin və yanlış olduğunu əsaslandırın. Bir də ki, Sergey və Lari vaxtı ilə yerləşdirdikləri qarajın ünvanını hələ də məxfi saxlayır. Bu yanlışdır. Mətndə qeyd olunur ki, baxmayaraq ki, onlar bunu məxfi olaraq saxlamaq istəyirdilər. Amma maraqlısı budur ki, öz yaratdıqları Google Earth proqramı vasitəsilə insanlar onların yerləşdiyi qarajın yerini müəyyən eləyə bilirlər. Yəni onun ünvanını tapa bilirlər. Google bugün dünyanın ən bahalı şirkətlərinin sırasında düzdür. Bu mətinlə ziddiyyət təşkil etmir. Google şirkətinin işçiləri istirahət vaxtını səmərəli keçir. Bəli, orada masaj, istirahət otaqları və s. burada onlar üçün hər şərait yaradılmışdı. Sergey Lalarinin yaratdığı Backrub adlanan axtarış sistemi sınaqdan uğurla keçmişdi. Bəli, mətndə bu ziddiyyət təşkil etmir. Çünki mətndə bu qeyd olunub bizə. Yalnız birinci cavabımız olacaq. 57-də bizə deyir ki, verilmiş məlumat mətnin hansı abzasına əlavə edilə bilər? Google riyazi termindir və bir rəqəmin arxasında 100 sıfırı ifadə edir ki, Sergey və Lari həmin terminlə icad etdikləri texnologiyanı sonsuz imkanlarını ifadə etmək istəyirdilər. Bizə lazımdır burada hansı abzasda bunun Google adlandırılması? Baxaq. Həmin hissə ikinci abzasdır bura. İkinci abzas. Bu hissədə həmin Google-un yaranma tarixçəsindən və bu sözün yaranma ehtimalını ora artırmaq olar. İkinci abzas. Daha sonra 58-ci sual. Mətnin üslubi xüsusiyyətlərini, səciyyəvi xüsusiyyətləri əsasında tamamlayırıq. Baxaq, bizim burada əsas mətnimizdən danışılır. Bizim əsas mətnimiz kütləvi anlaşıqlı mətindir. Kütləvi anlaşıqlıdır. Müxtəlif mövqe maraqları əks etdirir. Bir saniyə. Kütləvi anlaşıqlı və yazırıq. Müxtəlif mövqe və maraqları əks etdirir. Digərini isə yazırıq. Bizim burada digər mətnimizə də baxaq daha sonra. Su canlı orqanizmlərin əsas həyat mənbəyidir. O, hüceyrələrdə gedən kimyəvi reaksiyaların normal şəkildə həyata keçməsi üçün vacib şərait yaradır. Canlıların orqanizmin böyük bir hissəsi sudan ibarətdir. Məsələn, insan bədəninin təxminən 70% sudur. Buna görə də suyun təmizliyi və orqanizmə kifayət qədər qəbul edilməsi sağlamlığın qorunmasına mühüm rol oynayır. Buradakı terminlərdən və bizə verilən məlumatlardan da göründüyü kimi mətn elmi üslubdadır. Bizim mətnimiz isə, yəni bu Google şirkətinin yaranması isə publisistik üslubdadır. Ona görə biz burada yazırıq kütləvi anlaşıqlı müxtəlif mövqe